Salam, hər vaxtınız xeyir uşaqlar. Deməli, bildiyimiz kimi bu gün sınaq imtahanı ilə yanaşı 5 aprel tarixində birinci zonanın 9-cu siniflər üçün imtahanı keçirilib. İmtahan suallarına baxaq. Deməli, short textlə başlayırıq. Əziz səyyahçılar, please remember to arrive at the airport at least 2 hours before your flight. Ən azı uçuşdan 2 saat öncə havalimanında olmağı xatırlayın, yadda saxlayın. Əmin olun ki, şəxsiyyət vəsiqələriniz və biletləriniz özünüzlədir. Deməli, diqqətlə yükünüzü bağlayın və əsas qaydaları oxuyun ki, nə gətirə bilərsiniz, nə gətirməlisiniz. Don't forget to bring some food and water for your trip. Öz səyahətiniz üçün biraz yemək və su gətirməyi unutmayın. Have a safe and enjoyable journey. Təhlükəsiz və belə deyək, enjoyable, xoşa gələn bir səyahət arzulayırıq. Hörmətlə Bravo adlı səyahət şirkəti. A bəndində nədir? Deyir, sərnişinlərə yemək və su agentliyi tərəfindən veriləcək. Xeyr. B bəndində deyir ki, deməli, uçuş agentliyi, travel agentliyi, daha doğrusu səyahət agentliyi yeni qaydalar deyir, hazırlayacaq ki, nə aparasınız deyir, təyyarəyə özünüzlə. Xeyr, orada demirdi yeni qaydalardan. C bəndində deyir ki, sərnişinlər yalnız 1 saat öncə olmalıdırlar uçuşdan öncə. Orada 2 saat öncə olmalıdır deyir. Deyir ki, agentlik sərnişinlərdən onların şəxsiyyət vəsiqələrini və biletlərini unutmamağı xahiş edir. Cavab belə olacaqdır, D variantı. Əziz müəllimlər, deməli, şənbə günü günorta saat 12-də müəllimlər üçün məktəbin parkında piknik olacaq. Əgər ailə üzvləri gəlmək istəyirsə piknikə, onlar deməli, avtobus səyahətinin yarı qiymətini ödəməlidirlər. Daha doğrusu məktəb müəllimlərinin deməli olacaq pikniki parkda olacaq. Bunlar parka gedəcəklər deməli. Və hər kəs öz demək qəlyanaltısını gətirməlidir. Gəlin birlikdə əylənək müəllimlər klubu. A bəndində deyir ki, növbəti həftə gedəcəklər. Xeyr, növbəti həftə demirdi, bu şənbə günü deyirdi. B-də deyir ki, səhər tezdən olacaq. Xeyr, günorta 12 idi. C bəndində deyir ki, ailə üzvlərinə icazə yoxdur deyir, deməli, nə gətirməyə? Qəlyanaltı gətirməyə piknik üçün. Xeyr, elə şey yox idi orada. D bəndində deyir ki, hər kəs, yəni iştirak edən hər kəs pul ödəməlidir. Xeyr, hər kəs müəllimlər üçün pulsuz idi. Y bəndi doğrudur. Deyir ki, müəllimlər öz qəlyanaltılarını özləri ilə gətirməlidirlər. 7-də deyir, əziz Kathleen, mən səni öz ad günümə dəvət edirəm. Əmim, belə deyək də, uşağıgilin evində bu cümə günü. İcazə ver, mən sənə ora necə gəlməyi izah edim. Əgər sən bir maşınla gəlirsənsə, öz maşınınla birbaşa Forest Road'dan sür və sonra deməli, Brownsville-in yanından keçərək 13A çıxışını götür və üzü aşağı, yolla üzü aşağı sür və sola dön. It is the first big house. İlk böyük evdir sağ tərəfdən. Orada görüşənə qədər sevgi ilə Mary. A bəndində deyir ki, Kathleen sends Mary the home address of her cousin. Deyir, ünvanı göndərir. Xeyr, ünvanı göndərmir. Orada izah verir. Mary asks Kathleen to come to her birthday party by her cousinska. Deyir, öz əmsi uşağının maşını ilə gəlməyə xahiş edir. Xeyr. Deyir, Mary Kathleen'i öz ad gününə dəvət edir. Hansı ki, növbəti cümə günü olacaq. Xeyr. Mary describes the way. Bəli, yolu təsvir edir. Cavab olacaqdır D variantı. Deməli, burada bir çaydan söhbət gedir mətndə. Çox asan bir mətndir. Deyir ki, Canal Crystals is a unique and colorful river in Colombia. Kolumbiyada ən təkrar edilməz və rəngarəng bir çaydır. Cənubi Amerikada, Kolumbiyada. Və deyir, orada çoxlu deyir, dağlar və göllər var ətrafında çayın. Və deyir, o nə ilə məşhurdur? Öz müxtəlif rənglərinə görə məşhurdur və ona görə ona 5 rənglərin deməli çayı və yaxud da maye göy qurşağı adı verilir və ora müxtəlif rənglər daxildir. Qırmızı, qara, mavi, yaşıl və sarı rənglər. Ona qırmızı rəngini, qırmızı bitki verir çayın altında.
və bu günəşin işığına asılıdır onun deyir dəyişməsi, rəngin dəyişməsi. Digər rənglər isə qara daşlardan, yaşıl bitkilərdən, mavi su və sarı qumdan gəlir. Deyir ki, bu çayı qorumaq üçün çirklənmədən və ziyandan not everyone can enter the area. Hər kəs daxil ola bilməz bu əraziyə. Tourists need a document from the government. Deməli, turistlərin hökumətdən bu əraziyə daxil olmaq üçün icazə sənədinə ehtiyacı var. Və deməli, turistlər yalnız ora xüsusi bir bələdçi ilə gedə bilərlər. Və onlar they can book a tour to the river and enjoy this wonder of the nature. Onlar deyir, belə deyək də, online turu ala bilərlər və bu təbiətin möcüzəsindən həzz ala bilərlər. Lakin çaya getmək asan deyil. O deməli turistlər ilk öncə helikopterdən, yəni təyyarədə, vertolyotdan, sonra isə qayıqdan deməli istifadə etməlidirlər. Sonra isə ayaqla getməlidirlər. Deməli, birinci helikopter, sonra qayıq, sonra da ayaqla getməlidirlər. 8-də nə deyir? Tourists avoid using a boat. Deyir ki, qaçınmalıdırlar, yayınmalıdırlar qayıqdan. Xeyr, orada deyir axı qayıqla sonra getməlidirlər. Can visit the place without the help? Köməksiz, yəni bələdçi olmadan. Xeyr, bələdçi ilə idi. Deyir, ətraf mühitə əgər turla səyahət edirlərsə ziyan verə bilərlər. Tourists damage the environment if they travel with the tour. Deyir ki, can visit the river by getting bəli, ancaq xüsusi sənədlə. D bəndidir, doğru cavab. 9-da deyir ki, bunu məşhur edən nədir? Different colors in the river. Çayın müxtəlif rəngləridir. False istəyir bizdən 10-cu sualda. False olan nədir? Deyir ki, qara daşlar və sarı qum daha doğrusu. Deyir, çayın rənginə təsir göstərmir, əksinə təsir göstərirdi. Deməli, doğru cavab C-dir. Nə haqqındaydı mətin? Deməli, a unique river in Colombia. Y bəndi. Kolumbiyada deməli, təkrar edilməz bir çay haqqındaydı. 12-ci mətndə nə deyir? Deyir, doğru olanları yalnız deyir, tur bələdçisi deyir, turu ala bilər. Xeyr. The sun affect the color, bəli, günəş təsir göstərirdi çayın rənginə və orada dağlar da həmçinin var idi. 2-3 doğru cavab olacaq. 13-də deyir ki, yiyəli hal. Baxırıq, I left my dog at Diana gildə bir doğrudur. My neighbor's door, bəli, apostrof S-dən sonra isim gəlib, mənim qonşumun qapısı 1-2, doğru cavab olacaq C variantı. Növbəti sual 14-cü sualdır. Nize orla işlənmir? Ənlə də işlənmir, both orla da işlənmir, is də norla işlənmir. Ona görə cavabımız olacaq C bəndi nize nor. 15-də passive voice-dir. I organized a birthday party last month. Keçmiş zamanda was və ilə çevirmə edəcək. Birthday party tək olduğuna görə was-la çevirmə edəcək. Deməli, cümləmin tamamlığı nədir? A birthday party. Deməli, ondan da çevirmə edirik. A birthday party was organized last month. Doğru cavabımız oldu A variantı. 16-da deyir ki, happy during the flight because my seat was a window seat. Pəncərə tərəfdən oturacaq olduğuna görə deyir təyyarədə xoşbəxt və nə idim? Uğurlu idim. Lucky. Y bəndə olacaq doğru cavab. Disturb nədir? Deməli, narahat etmək. Deməli, 1 olacaqdır C. To notice sezmək, görmək. 2 olacaqdır A. Attend-də iştirak etməkdir. To be present. B olacaq. C, A, B olan variant hansıdır? C, A, B variant olacaq B variantı doğru cavab. Burada close meaning deyir 18-də. Close meaning nədir? Yəni sinonim, yaxın mənalı söz. Repair, destroy antonimdir. Bərpa etmək, məhv etmək. Strange, ordinary, qeyri-adi, qəribə, adi. Bu da antonimdir. Spoil, çorlamaq, clear, təmizləmək. Bu da antonimdir. Tell demək, söyləmək, count, hesab etmək və yaxud da güvənmək, bu da uyğun deyil. Tired, exhausted, yorğun olmalıydı, tükənmiş. A variantı olacaqdı doğru cavab. 19-da deyir, you will enter the university if you. Əgər gələcək zamansa uzlaşmalıdır sadə zamandan. You-dan da sonra sadəcə olacaqdı study. The box of-dan əvvələ baxırıq. Təkdə olduğuna görə R-la word çıxır. Cavab 2-3 qalacaq B variantı. Növbəti sual 21-ci sualdır. The shop which is
Deməli, which is between olmaz, iki şeyin arasında olmalıydı. At the house da olmaz, çünki shopdan söhbət gedir. Into içinə olmaz, mağaza evin içinə olmaz, evdən olmaz. Deməli, evin yanındakı mağaza deməli bağlı olacaq. Nə zaman bağlı olacaq? Həftə sonu at the weekend. Doğru cavabımız olacaq B variantı. This is one of üstünlük dərəcədir. Ona görə Z olacaqdır. Birinci tərəfdə city'də Z ilə işləndiyinə görə olacaqdır doğru cavab D variantı. Burada bizə qaydalı feillər istəyir. Build qaydasızdır çıxdı. Forgot qaydasızdır çıxdı. Set deməli dig qaydasızdır çıxdı. Left send qaydasızdır çıxdı. Y bəndi doğru cavabdır. Covered, sneezed, introduced. 24-də crowded sıx basırıq olmalıydı. Deməli olacaqdı having a lot of people, 1B. Mild mülayimdir. Olacaqdı not strong, C bəndi. Ordinary adidir, not unusual, qeyri-adi olmayan olacaqdı A. C, B, A olan variant hansıdır? Deməli olacaq C variantı. C desə Y variantı deyəsən. Variantlar düşməyib burada. Yəni C, B, A olan variant. Daha doğrusu sorry. B, C, A. B, C, A. Deməli, crowded B'dir, mild C'dir, 3-də A'dır. B, C, A hansı variant olur? B, C, A. Hə, B variantı. B variantı. Bu qədər. Hər birinizə uğurlar arzu edirəm. İnşallah ki, yaxşı ballar qazanmış olarsınız.